Cavid Seyfullah. Olmayıb. Sadəcə bunun övladıyla o uşaq durmuşmuş. İlk dəfə. Yan-yana söhbət edirmişlər. Bu da gəlib maşını saxlayıb yezinə. Deyib ki, nəsə problemimiz varsa, mən problem həll edirəm. Yəni sıxıntınız yazı olsa mənə deyin. Bir dayı kimi, bir böyük kimi. O deyib sən mən problemimi həll edə bilərsən. Düş aşağı söhbət edir. O düşüb bu aşağı, sonra da uşaqda nə olsa problem, uşaq götürüb bıçaq vurub bunun qoluna. Valideynlər gəlib yalvar yaxarıb ki, şikayət olmasın, o olmasın. Kaş onu eləməzdim. Bir kişi söhbəti idi də burada. Bağladıq demədik. Sonra səhərisi təzədən. Təzədən mənim qardaşım gedib yenə sistem köstümə, 3 dənə sistem köstüməliymiş. İkinci sistemi köstümə rayona gedəndə, gələndə bunu abidənin yanında, şəhidimizin plakatının yanında saxlatdırıb, deyib düş aşağı, sənə işim var. Qardaşım düşüb, düşən kimi məni eşitdiyimə görə görməmişəm. Düşən kimi biraz süpürüşüblər, süpürüşən kimi sıraz ürəyinin başına bıçağı yeridib. Bir vəsə.